Demək bir neçə gün bundan öncə Amil Əbilovun, qazi qardaşımızın səhifəsində Şərurlu İsfəndiyarın MTK-sından ev alan və ödənişlərə görə, gecikməyə görə 5.000, daha doğrusu 20.000, 20.000-i 25.000-ə qaldırılması və daha sonra 5.000 manatla söhbətin bağlanmasını paylaşımını etdim və Şərur MTK-nın mətbuat xidməti mənə zəng edərək qazi qardaşlarımızı dəvət elədi ki, bəs gəlsinlər, bir anlaşılmazlıq olub, məsələni həll edək. Təəssüflər olsun ki, həmin qazi qardaşımız öz hərbiçi dostu və hərbiçi dostumuzun evi adına aldığı qaynı ilə birlikdə ora getdilər sevinərək ki, məsələ öz həllini tapacaq. Lakin orada ani momentdə Şərurlu İsfəndiyar tez bunları telefona çəkin, bunlar hücuma gəlib, mən nə bilim, neyniyib deyə bir şou yaradır və həmin şounu da mətbuat xidməti Axaraza açıqlamada verir. Çox təəssüf edirəm bununla bağlı. Daha sonra hüquq məsələləri üzrə nümayəndə məni yığır və yenə nümayəndəni ora gəlməsini dəvət edir. Lakin bilmirəm, getdilər, getmədilər. Mən təəssüf edirəm ki, qazi qardaşlarımızı belə bir mənim əlimlə belə bir vəziyyətə düşdülər və mətbuat xidmətindən heç də bunu gözləməzdim ki, mənim vasitəmlə çağırılıb bu cür vəziyyətə düşəcəklər.